Hazırda mən sizə deyim ki, bizim respublikada demokratiyadan heç belə əlamət də yoxdur. Devlət orqanlarının gözü yummaq mövqeyi nəticəsində hərbiləşdirilmiş bölmələr yaradılır. Hər nazir görürsən ki, 2-3 dənə bunun silahlı mühafizəçisi var. İndi bu saat məlumat var ki, Xalq Cəbhəsi də öz xətti ilə belə bir demək bölmələr yaratmaq niyyətindədir. Digər tərəfdən də bir adamın birinə fikri demək fikrinlə razı olmayanda döyür də, ayağını da sındırır. Bütün demək fiziki, nəinki təhqir, insan hüquqlarının o tapdalanması, hətta fiziki təsir də göstərilir. Mən hesab edirəm, buna son qoymaq lazımdır. Sağ olun. Respublikamızda insan hüquqları durur. Bilin, insan hüquqları olmasa bütün dünya dövlətləri bizi daşqalaq eləyəcəklər, bizi tanımayacaqlar, tanıdıqlarına görə də peşman olacaqlar. Gəlin, insan hüquqlarını pozan şəxslər barəsində də harada mənə elə gəlirsə xəbərdarlıq olsun. Bu yoldaşlar Azərbaycan xalqını çətin vəziyyətə qoymasınlar. Mənim xahişim, mənim sözlərim bu qədər. Sağ olun. Burada qarılan məsələlərdən biri də ondan ibarətdir ki, deyir ki, demək, ölkədə qanunsuzluq, özbaşılıq hökm sürür, gedir. Bununla əlaqədar olaraq nazirin özünün o hərəkətlərini məsələn mən heç gözləməzdim. Biz gedib tutalım jurnalisti döyməklə, başqa bir hərəkət eləməklə onları biz tərbiyə edə bilməyəcək. Bu hər kəsin öz vicdanından asılıdır. İskəndər bəy, buyurun. Mən məsuliyyətdən də qaçmıram. Tutduğum işə görə də peşman deyiləm. Heç kəsdən də üzr istəmirəm. Əksinə deyirəm, yaxşı eləmişəm. Ne söhbət? Ne söhbət? Ne söhbət? Yine o eşsinlərdir. Gizli söhbət Hələ, ne getmiyor? Demirsən, hə? Dinə. Ancaq bu içilikdə olan söhbət. Hadi ikili də. Açmalı söhbət gör, niye başlayırsan? Yox, ona göre ki, sen yalnızca diyeceksin ki 50 manat verip kiminse dilinden bu sözü sen deyirsən, onu düzələmə. Hadi kim dedi bunu? Kimdə hansı yoldaş dedi ki, bayırda deyiblər ki, buna ki 50 manat veriblər ki, hacı. Kim dedi bunu? Bu da aramızda olan deyilmədi. Hadi mən de sənə kimi eşitdim. Hadi ben de onu deyirəm ki, axı bunu yalan ne için deyir? Hadi kim deyir onu? Deyirəm ki, burada indi bildiğinə İşte başını itirip ay kim deyir onu ya? Oturup bakıydı, bütün sır ben çektiğimi gösterdi, nece elmeni kırmızı Azerbaycan milleti. Bilirsiniz? Gel. Lazımdır. Bak bu küllü altında gel. Lazımdır. Artık söhbətlər Yok, söhbət ondan gəlmişi yatmasınlar zalda. Ben çekeceğim, hemen şurada çekmişim. Çünki sakit dur bir dəqiqə. Cemaat orada kurulur, altı ömür burada yatır, hele deyirlər, niye yatır? Kestin uşaqlar, Deyir ki, altı ömür yatır, niye olarak göstermişsiniz? Yatmasınlar. Hele lazımdır. Yatmağa yarasın. Ve sen onlar kaçtırırlar. Cemaat çıkıp kapına da görür, sessizcedir, yapmayalım gelir. Onu da çekmişim, bəli. Özde Azerbaycan Bu yaşlıların verene demişsiniz. Bizim yalnız Azerbaycan koy, tüm Azerbaycan halkı görsün. Kışkırma, kışkırtmıyor. Bizim adımızdan Sen git çık o yüzden. Bizim adımız gelir, sizin adımız gelir. Если показывают спящих депутатов, мало того, это и образно спящий парламент.
Понимаете, вот в чем вопрос. Об этом обо всем узнает весь мир теперь. Я как корреспондент сделаю все, об этом узнает весь мир. Bu dövrdə Respublikada separatçılıq meyilləri tüğyan edir. Böyük bir hərbi hissəyə rəhbərlik edən Sürət Hüseynov qoşunları cəbhə xəttindən çəkərək iqtidarı meydan oxuyurdu. Bunun nəticəsi kimi Azərbaycan yeni ərazi itkilərinə məruz qalırdı. Gəncə cəmaatının əsas tələblərindən biri odur ki, gündə orada mitinglər keçir, sesiya çağırılsın. Sesiya məsələsi ilə, sesiya yolu ilə bu məsələlər həll olunacaq. Onlar gənə təkrar edirəm. Bu iqtidara, bu məclisə heç bir inamları yoxdur. Biz deyir, bu günlər tərk silah olsaq, bizim sabahki talihimiz necə olacaqdır, bizə heç kəs garantiya vermir. Odur ki, mütləq sesiya yolu ilə bu məsələ həll olunasıdır. Və mən çox belə təəccüb qalıram. Tamerlan bəy, siz də, İsa bəy, bu cəmaatı bir belə ələ salmayın. Mən bu günləri 3 dəfə prezidentə demişəm ki, Konstitusiyanın 107-ci maddəsinə əsasən sesiya çağırmaq səlahiyyəti prezidentə verilibdir, Ali Sovetin sədrinə verilib və deputatların 1/3 hissəsinə verilibdir. Gənə deyirsiniz ki, o mənim işim deyil, bu mənim işim deyil. Məsələni qoymuşuq, niyə səs verməyə qoymursun? İyunun 13-də Heydər Əliyev parlamentdə çıxış etdi. Bu hadisələrlə əlaqədar mən vicdanımın tələbi ilə Azərbaycan Respublikasının əhalisinin cürbəcür təbəqələrindən olan adamların xahişi ilə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin xahişi ilə Bakıya gəlmişəm və bu mürəkkəb vəziyyətdən, ağır vəziyyətdən çıxış yollarının axtarılması, milli barışıq, milli həmrəylik təmin olunması prosesinə qatılmışam. Böyük faciə baş verib və çıxış yolu da ancaq danışıqlar vasitəsilə, qarşılıqlı anlaşma vasitəsilə, sülh və barışıq vasitəsilə ola bilir. Güc işlənilməməlidir, bir daha silah işə salınmamalıdır. Bu barədə fəaliyyətimin şəxsən nə qədər səmərəli ola biləcəyini müəyyən etmək üçün Gəncə şəhərinə getmək qərarına gəlmişəm. Чрезвычайно напряженные, тяжелые. Мы работаем в этом направлении. Burada ne binası var? Bunun içinde adamlar da. Heydər Əliyev Gəncədə hər şeyi yerli yataqlı öyrəndikdən sonra Bakıya qayıtdı. Separatçılıq meyilləri, müxtəlif kəşfiyyat orqanlarının təxribat əməlləri əhalini yormuş, təngə gətirmişdi. Yaranmış vəziyyət ciddi tədbirlər görülməsini tələb edirdi. İyunun 15-də ölkənin Ali qanunvericilik orqanına sədr seçildi. Qərar qəbul olundu. Mən
Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm və bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan Respublikasının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının müstəqilliyini qorumaq, möhkəmləndirmək, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Mən bütün səylər edəcəyəm və heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan qalan hissəsini harda olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil devlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Heydər